Bu nə yoldur, daşnaq yolu, hər dərəsi qanla dolu. Nə acıdır bunun adı, o dənizdən bu dənizə, deyib çıxdı köksümüzə. Bir tapdadı, bir doğradı, orada dəhşət, burada vəhşət. Tanırsınız o cəlladı. Mikayıl Müşfiq, 1936-cı il. ...1723-cü ilin istiya günləri. Bakının başının üstünü buludlar almışdı. İyulun 6-sında Bakı körfəzinə daxil olan Rus eskadrası lövbər salıb general-mayor Matyoşkinin gəmisini gözləyirdi. Ayın 17-sində generalın gəmisi döyüşə hazır vəziyyətdə dayanan əsas qüvvələri qoşuldu. Matyoşkin vaxt itirmədən Neçayev soy adlı bir mayoru Bakı Sultanı Məhəmməd Hüseynin iqamətgahına göndərdi. Elçinin gətirdiyi məktubda şəhərin könüllü surətdə təslim olunması tələb edilirdi. Sultandan rədd cavabı alan Rus generalı dərhal hərbi əməliyyatın başlanmasına əmr verdi. Bakı qalası mühasirəyə alındı. Sultanın süvari dəstəsinin həmləsi Ruslar tərəfindən dəf edildi. Gəmilərdən atılan şiddətli yaylım atəşləri şəhər artilleriyasını susturdu. Atılan mərmilər qala divarını bir neçə yerdən dağıtdı. Şəhərdə yanğınlar başladı. Ağır döyüşlərdən sonra Matyoşkin nəhayət iyulun 28-də Bakını ələ keçirə bildi. Və bu uğura görə imperator tərəfindən general-leytenant rütbəsinə yüksəldildi. Bununla da 1-ci Pyotr böyük strateji əhəmiyyətə və misilsiz təbii sərvətlərə malik olan Xəzəryani əyalətlərdə və Xəzər dənizində Rusiyanın hegemonluğunu təmin etmək yolunda imkanlar əldə etdi. Bu münasibətlə Peterburqda təşkil edilmiş bayram şənlikləri, toplardan atılan yaylım atəşləri Bakı üzərindəki qələbənin əhəmiyyətindən söz açırdı. 1-ci Pyotr Rusiya üçün dayaq yaratmaq məqsədi ilə Xəzəryani əyalətlərə xristiyan əhalisini, xüsusilə də erməniləri köçürmək, müsəlmanların xüsusi çəkisini mümkün qədər azaltmaq haqqında göstəriş verdi. 1-ci Pyotr hələ yürüş etməzdən əvvəl erməni və gürcüləri Xəzəryani əyalətlərə köçməyə çağırırdı. Təsadüfi deyildi ki, 1722-ci ilin sentyabrında Çar Kartliyə yola düşən Podporuçik Tolstoya belə bir tapşırıq verdi ki, yoxlayıb öyrənsin, Dərbənd və Şamaxının ətraf yerlərinə köçməyə meyilli olan əhali orada varmı? Həm də onları qulluğa götürmək olarmı? 1-ci Pyotr istəyirdi ki, Rusiyada mühacirətdə olan Kartli Çarı 6-cı vaxtdan Gürcü və ermənilərin Xəzəryani əyalətlərə cəlb edilməsinə kömək etsin. Məqsəd onları Dərbənd və Bakı ətrafında yerləşdirmək və sonra da onlardan Rus qoşunları ilə birlikdə düşmənə qarşı yürüşlərdə, ha belə Xəzər dənizinin sahilini təhlükəsiz əraziyə çevrilməsində iştirak edən döyüşçülər toplamaq idi. 1723-cü il avqustun 18-də general Matyoşkin Tolstoya yazırdı. Çarın əvvəlki təlimatında Bakılıların şəhərdən sürgün olunması əmr edilirdi. Bunu etmək olmaz. Çünki belə tədbirin nəticəsində yaxınlıqda yerləşən kəndlər tamamilə boşala bilər. Matyoşkin 1-ci Pyotrun yerli sakinlərə münasibətlə bağlı digər bir göstərişi barədə də yazırdı. Bir qədər mülayim olmaq. Əgər buradakı əhaliyə qarşı çox sərt davransanız, nə neft əldə edə bilər, nə də vergi yığa bilərsiniz.
1723-cü il sentyabrın 14-də 1-ci Pyotr Matyuşkinə yazırdı. Bakı sakinlərinə qarşı münasibətdə şəraitdən asılı olaraq bildiyin kimi hərəkət et. Onların sayını o dərəcəyə qədər azaltmaq lazımdır ki, təhlükəsiz olsunlar. Pyotr Bakıdan əsasən Türkiyə ilə həmməzhəb olan sünnilərin sürgün olunmalarını tələb edirdi. Bu həm də tərəqqətlər arası ziddiyyətlərin qızışdırılması demək idi. 1724-cü ilin oktyabrında 1-ci Pyotr Bakıda Rusiya əleyhinə etiraz çıxışlarının hazırlanması barədə xəbər aldıqda, yerli əhaliyə qarşı münasibətin sərtləşdirilməsini əmr etdi. O, General Matyuşkinə əmr etdi ki, Bakı sakinlərini Heşdarxana, oradan da Moskvaya sürgün etsin. Yalnız lazım olan miqdarda saxlasın. Onlara da ciddi nəzarət tətbiq etsin. Şübhəlilərin hamısı edam olunsun. ...1724-cü il sentyabrın 24-də 1-ci Pyotr İstanbula göndərilən Rumyantsevə tapşırdı ki, Xəzəryani əyalətlərə köçmək üçün erməniləri dilə tutsun. Həm də bildirsin ki, yerli əhali sürgün ediləcək, torpaqları isə ermənilərə veriləcək. Belə olduqda ermənilər Çar hökumətinə müraciət edərək, onların Rusiyanın himayəsinə götürülməsini istədilər. Ermənilərə rəsmi sənəd verildi. Orada deyilirdi ki, Osmanlı İmperiyası ilə bağladığı müqaviləyə əsasən Rusiya erməniləri açıq şəkildə müdafiə edə bilməz. Fərmanda ermənilərə Gilan, Mazandaran, Bakı, Dərbənd və digər Xəzəryani torpaqlara köçmək təklif olunurdu. ...1724-cü il noyabrın 14-də Rusiya İmperatorunun yeni fərmanı General Matyuşkinə çatdırıldı. Fərmanda deyilirdi: Ermənilər Gilana, Mazandarana, Bakıya, Dərbəndə və başqa Xəzəryani əyalətlərə köçürüləndə onlara hər cür yardım göstərilsin. Məskunlaşmaq üçün əlverişli yerlər ayrılsın. Şəhər və kəndlərdə boş qalmış evlərdə, həyətlərdə yerləşdirilsin. Rusiyaya, imperatorluğa qarşı asi olan yerli sakinlər sürgün edilsin. Onlara məxsus əmlak ermənilərə verilsin. Bakıda polkovnik Astafyevə göstəriş verilmişdi ki, erməniləri Bakının özündə həm də ətraf kəndlərdə yerləşdirsin. Bakının və ətraf kəndlərin əhalisinin evləri, həyətləri kütləvi şəkildə ermənilərə verilirdi. Xəzəryani əyalətlərə köçən, Ruslardan beli bağlı olan ermənilər özlərinə xas olan cəfəng iddialarda da bulundular. ...1725-ci ildə Dərbəndə köçmüş erməni keşişi və ermənilər şəhər məscidini kilsəyə çevirmək üçün onlara verilməsini Rus komandanlığından tələb etdilər. Sübut etməyə çalışdılar ki, məscid əvvəllər erməni kilsəsinə məxsus olub. Rus komandanlığı yerli əhalinin dini hisslərinin coşmasından ehtiyat edərək, ermənilərin bu həyasız iddialarını rədd etdi. Onların nəzərinə çatdırdı ki, tələb etdikləri məscid 300 il bundan əvvəl inşa olunub. İlk baxışda məhəlli xarakteri daşıyan bu hadisə, erməni başbilənlərinin gələcəkdə daha ekstremist və ekspansionist planlarından xəbər verirdi.
Lakin 1725-ci ildə 1-ci Pyotrun qəflətən ölümü Rusiya hökumətinin həmin dövrdəki köçürmə siyasətini iflasa uğratdı. Səbəblərdən biri də Nadir Şahın ciddi qələbələri və qüvvətli Osmanlı dövləti amili idi. Nəticədə 1735-ci il martın 10-da Gəncədə Nadir Şahın düşərgəsində İran hökuməti ilə saziş imzalandı. Sazişə əsasən Rusiya 2 həftə ərzində Bakını, 2 ay ərzində isə Dərbəndi tərk etmək məcburiyyətində qaldı. Xəzəryani əyalətlər ta 18-ci əsrin sonlarına, 19-cu əsrin əvvəllərinə qədər Rusiya asılılığından qurtula bildi. Rusiya hökuməti bu müddət ərzində erməni amilini unutmadı. Şərq siyasətində ona daha önəmli yer verməyi düşündü. 1-ci Pyotrdan sonra Rusiya taxt-tacına sahib olan 1-ci Yekaterina 1726-cı il fevralın 22-sində ermənilərin yüksək himayəyə götürülmələri haqqında fərman da imzaladı. 1747-ci ildə Nadir Şaha sui-qəsd edildikdən və Quzey Azərbaycanda müstəqil xanlıqlar yaradıldıqdan sonra ermənilər yenidən fəallaşdılar. 1760-cı ildə Hindistan ermənisi İosif Emin, 1769-cu ildə isə Həştərxan ermənisi Movses Safaryan Rusiya hökumətinə məkirli layihələr ötürməklə onu İrana və Türkiyəyə qarşı müharibəyə təhrik etdilər. Bu müharibədə ermənilərin köməyindən yararlanmağı da məsləhət gördülər. Saraya göndərdiyi layihədə Movses Safaryan Rus ordusunun köməyi ilə Ermənistanı azad etməyi və Rusiyanın himayəsi altında bir erməni dövlətinin qurulmasını təklif etmişdi. 1780-ci ildə Rusiyada yaradılmış erməni yeparxiyasının başçısı İosif Argutinski, yəni Hovsev Argutyan və Moskvanın zəngin adamlarından sayılan İvan Lazarev, yəni Hovhannes Lazaryan, Osmanlı İmperiyası və İran dövlətinin sərhədlərinin kəsişdiyi ərazilərdə erməni dövlətinin yaradılması barədə hökumət nümayəndələri ilə danışıqlar aparırdılar. Ermənilər danışıqlara hətta məşhur Rus sərkərdəsi Generalissimus Suvorovu da cəlb edə bilmişdilər. Suvorov isə öz növbəsində erməni dövlətinin yaradılmasında onlara yardımcı olacağını vəd etmişdi. Lakin 2-ci Yekaterinanın ölümü ermənilərin bu niyyətini də boşa çıxardı. Erməni baş bilənləri müxtəlif yollarla Rusiyanın hakimiyyət dəhlizlərinə soxulur, rüşvət və bahalı hədiyyələr verməklə yüksək hərbi rütbələr əldə edir, Rusiya imperatoru tərəfindən ermənilər üçün mühüm əhəmiyyət kəsb edən qərar və fərmanların verilməsinə nail olurdular. Belə ki, yenicə taxta çıxmış İmperator 1. Pavel 1799-cu il iyunun 3-də Qazax adlanan ərazidə erməni məllikliklərinin məskunlaşmasına mane olmamaq adlı ali fərman imzaladı. Rusların köməyi ilə tarixdə İosif Argutinski Dalgaruki adı ilə tanınan Hovsev Argutyan adlı birisi özünü Urartu çarı Algiştlər sülaləsinin varisi kimi qələmə verərək güya erməni çarları zamanı kəsilən sikkələri və digər qiymətli əşyaları İmperator 1. Pavelə hədiyyə edir. Knyaz tituluna yiyələnir. Bir qədər sonra Eçmiədzin kilsəsinin ali patriarxı, daha sonra isə bütün ermənilərin katolikosu olur. 1. Pavel Argutyanın Eçmiədzinə varid olması üçün isə 1000 rubl yol xərci və müşayiətçi dəstə də ayırır. 1801-ci ildə sui-qəsd nəticəsində öldürülən 1. Paveli onun böyük oğlu 1. Aleksandr əvəzlədi. Böyük sələfi 1. Pyotrun arzu və istəklərini həyata keçirməyə qərarı aldı və ilk növbədə Güney Qafqazın işğalını reallaşdırmağa başladı. Özü də erməni amilindən gen bol istifadə etməklə. 1801-ci ildə Kartli Kaxetyanı Rusiya ilhaq etdikdən sonra 1. Aleksandrın ilk hədəfi Gəncə xanlığı oldu. Cavad xanla diplomatik danışıqların nəticəsiz qaldığını başa düşən Rusiya hökuməti General Sisyanovun başçılıq etdiyi böyük bir ordunu Gəncə üzərinə yeritdi. Gəncə qalası uzun müddət mühasirədə saxlandı. Sisyanov Cavad xandan təslim olmağı bir daha tələb etdi. Cavab əvvəlki tək oldu.
1804-cü il yanvarın 3-də səhər saat 5-də toplardan atılan yaylım atəşlərinin müşayiəti ilə Rus qoşunları şəhərə soxuldular. Uzun sürən qanlı çarpışmalardan sonra Cavad xan və oğlu Hüseyin Qulu ağa döyüş meydanında şəhid oldular. Gəncənin süqutu Çar hökumətinə Şimali Azərbaycan xanlıqlarının işğal edilməsi üçün yol açdı. (1805-ci ildə Qarabağ, Şəki və Şirvan, 1806-cı ildə isə Bakı və Quba xanlıqları Rusiyaya tabi etdirildi. Şimali Azərbaycan xanlıqlarının süqutu 1804-cü ildə başlamış Rus-İran müharibəsini daha da şiddətləndirdi. Bu hadisələrdən bir qədər əvvəl İranda hakimiyyətə yeni gələn Qacar sülaləsi ölkə daxili qarşıdurmalara son qoyduqdan sonra Rusiyanın Quzey Azərbaycandakı ekspansionist fəaliyyətinə də sərt münasibət göstərmək qərarına gəldi. (1804-cü ildə İran taxtının vəliəhdi Abbas Mirzə öz qoşunları ilə Ruslara qarşı yürüş etdi. Ona İrəvan və Naxçıvan xanları da kömək etdilər. Qarabağ və Şəkidə əhali də Ruslara qarşı qiyama qalxdı. Fasilələrlə davam edən bu müharibə 1813-cü il oktyabrın 12-sində Gülüstan sülhünün bağlanması ilə nəticələndi. Müqaviləyə əsasən İran hökmdarı Fətəli Şah Gəncə, Qarabağ, Bakı, Şirvan, Şəki, Quba və Dərbənd xanlıqlarına olan iddialarından əl çəkməli idi. Rusiya hökuməti bunu həm də onunla əsaslandırırdı ki, bu xanlıqlar onların Rusiya tərəfindən işğalına qədər artıq müstəqil idilər. Bu, faktiki olaraq Azərbaycanın müstəqilliyinin Rusiya tərəfindən ilk və yeganə etirafı idi. Halbuki gecikmiş bu etiraf ilk növbədə Rus imperiyasının maraqlarına xidmət edirdi. Gülüstan sülhü Rusiya ilə İran arasında Quzey Azərbaycan uğrunda gedən savaşların ilk mərhələsinin yekunu idi. Zaman göstərdi ki, bu sülh heç də davamlı deyilmiş. Çar hökumətinin keçmiş xanlıqlarda həyata keçirdiyi müstəmləkə siyasətinin yerli əhali arasında doğurduğu narazılıqdan istifadə edən Abbas Mirzənin başçılıq etdiyi İran ordusu Gülüstan müqaviləsini müəyyən etdiyi sərhəddi keçdi. 1826-cı il iyulunda Lənkəranı, Şamaxını və Şəkini tutdu. Şuşada Rus qoşunlarını mühasirəyə aldı. Bir neçə yerdə əhali Ruslara qarşı üsyana qalxdı. Qarabağda, Şirvanda və Şəkidə Ruslar tərəfindən hakimiyyətdən salınmış keçmiş xanların, onların varislərinin geri qayıtması böyük sevinclə qarşılandı. Quzey Azərbaycanda baş verən hadisələr Sankt-Peterburqu lərzəyə saldı. Rusiya taxtında yenicə əyləşmiş 1-ci Nikolay təcili tədbirlər görmək zorunda qaldı. İlk növbədə Qafqaz qoşunlarının baş komandanı General Yermolovu General Paskeviçlə əvəzlədi. Paskeviç Rus ordusunun yürüşünü Təbrizə qədər sürdü. Tehranın da real təhlükə ilə üzləşdiyini görən İran hökuməti 1828-ci il fevralın 10-da Təbrizin yaxınlığında Türkmənçay sülh müqaviləsini imzalamağa məcbur oldu. Müharibənin nəticələri Azərbaycan xalqı üçün son dərəcə acınacaqlı idi. Əvvəla müharibənin gedişində işğal edilmiş İrəvan və Naxçıvan xanlıqları, ha belə Ordubad torpaqları müqavilənin şərtlərinə əsasən Rusiya imperiyasının tərkibinə qatıldı. Bu, yeganə fəlakət deyildi. Belə ki, müqavilə imzalandıqdan dərhal sonra 1-ci Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ləğv edildi və onların ərazisində Qondarma Erməni vilayəti yaradıldı. Bununla da hələ 1-ci Pyotrun zamanından oynanılan erməni kartı misli görünməyən bir məkrlə işə salındı. Gələcək faciələrin, qanlı qadalı olayların
bünövrəsi qoyuldu. Bu xüsusda hələ 1831-ci ildə, yəni müharibə bitdikdən 3 il sonra Moskvada erməni Lazarevlər ailəsinə məxsus mətbəədə Azərbaycan ermənilərinin Rusiya hüdudlarına köçürülməsinin təsviri adlı bir kitab çap edildi. Erməni təəssübkeşliyi ilə yazılmış və 1828-ci ildə Rusiya hökumətinin dəstəyi və zoraki təkidi ilə İran ermənilərin Azərbaycan xanlıqlarının ərazisinə köçürülməsini təsvir edən bu tarixi sənəddə maraqlı məqamlar yetərincədir. Köçürülmə layihəsinin ilk olaraq 1-ci Pyotra məxsus olduğu bəlli olur. Orada yazılır, öz ticarətini şərqdə genişləndirmək arzusunda olan 1-ci Pyotr erməniləri diqqətindən kənarda qoya bilməzdi. Onları həm Rusiyanın, həm özlərinin xeyri üçün cəlb etməyə çalışırdı. Böyük islahatçı Pyotr İrana yürüşündə ermənilərin misilsiz sədaqətini şəxsi təcrübələrinə əsasən öyrəndikdə öz minnətdarlığını bildirmək üçün onlara ali fərmanlar, hərbi şücaətə və mühüm xidmətlərə görə müstəsna imtiyazlar verdi. O, erməniləri sadiq vətəndaşlar kimi Rusiyaya köçməyə çağırırdı. Rusiyada hər tərəfli hörmətə, etimata layiq görülən şəxslərin sırasına sonralar Lazarevlər ailəsi də qatıldı. Bu, qədim Ermənistanın övladlarına Rusiya hökumətinin göstərdiyi diqqətin canlı nümunəsidir. Ermənistan vilayətinə Rusiya silahının daxil olmasından hələ xeyli əvvəl, daha doğrusu bir əsr öncə, Lazarevlər ailəsi ilk paytaxt Moskvada, sonra isə Sankt-Peterburqda müəyyən qədər Ermənistanın bir hissəciyini təmsil edirdi. Paytaxtda və başqa şəhərlərdə kilsələr tikdirdilər, mətbəə qurdular, Şərq Dilləri İnstitutu təsis etdilər. Kitabda maraqlı və düşündürücü bir etiraf da diqqəti cəlb edir. Birləşmə baş tutdu. 1-ci Nikolayın müzəffər bayraqları ilə 1-ci Pyotrun ruhu Ermənistan hüdudlarına daxil oldu. Nikolayın bayraqları və Pyotrun ruhu qarşısında İrəvan divarları baş əydi. Ona görə baş əydi ki, ermənilərin ürəkləri əzəli dostları olan rusların ürəkləri ilə bir döyündü. Rus qoşunlarının İran hüdudlarına daxil olmasını yerli ermənilər tərəfindən hədsiz sevinclə qarşılandığını təsvir edən kitab müəllifi daha sonra yazır. Ermənilərin çığırdısı gurulduyurdu. Yaşasın Rusiya imperatoru, yaşasın Ermənistanın hökmdarı 1-ci Nikolay. Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiya hüdudlarına köçmək və onun təbəəliyini qəbul etmək hüququ verilirdi. Hazırlıq işlərini hələ 1827-ci ilin mayında başlanmışdı. Həmin vaxt baş komandan general İvan Paskeviç ermənilər arasında nüfuz sahibi olan polkovnik Yegazar Lazarevi, yəni Lazaryanı Peterburqdan çağırıb öz səlincamını aldı. Lazarev Güney Azərbaycan erməniləri arasında qızğın iş aparmağa başladı. Erivanski ləqəbinə layiq görülən Paskeviç həmin ilin oktyabrında Lazarevi Təbrizin komendantı təyin etdi. Onun səlahiyyətləri daha da artdı. Ermənilərin işğal edilmiş Quzey Azərbaycan xanlıqlarının ərazisinə köçürülməsinin fəal təşəbbüskarlarından biri də Rusiyanın İrandakı səfiri, Rus ədibi Aleksandr Griboyedov idi. Köçürülmə əməliyyatının həyata keçirilməsində erməni kilsəsi, xüsusilə də arxiyepiskop Nerses xüsusi canfəşanlıq göstərir. Xristianlıq amilini yeri gəldi-gəlmədi qabardır. Bununla da Rusiya imperiyasının ən sədaqətli nökəri olduqlarını sübut etməyə can atırdı. Nersesin xidmətlərini 1-ci Nikolay da yüksək qiymətləndirdi. Onu
Müqəddəs Aleksandr Nevski ordeni ilə təltif etdi. Ermənilərin köçürülmə əməliyyatına rəhbərlik polkovnik Lazareva tapşırıldı və o, çoxdan arzuladığı bu işi təxirə salmadan həyata keçirməyə girişdi. Türkmençay müqaviləsi imzalandıqdan 4 gün sonra polkovnik Lazarev Paskeviçə bir raport göndərdi. Raportda Paskeviçin nəzərinə çatdırılırdı ki, ermənilər ümumi qələbə naminə mümkün olan hər şeyi etdilər. İndi isə evlərini qoyub Rusiya hüdudlarına köçmək istəyirlər. Bu işi sürətlə və rahat həyata keçirmək üçün Lazarev ona belə bir təklif təqdim etdi. Birinci, köçürməyə rəhbərlik etmək üçün Paskeviç ona rəsmi sənəd versin. Həmin sənəddə köçürülənlərə verilən güzəştlər öz əksini tapsın. İkinci, köçürülmə əməliyyatına rəhbərlik üçün erməni dilini bilən zabitlər təyin etmək onun sərəncamına verilsin. Üçüncü, İqlim şəraitindən asılı olaraq köçürülmə əməliyyatında ləngimə baş verən yerlərdə Rus ordusu köçün gəlib çatmasını gözləsin və onları müşayiət etsin. Dördüncü, imkansızlar üçün xəzinədən maddi vəsait ayrılsın. Paskeviç təkliflərinin icrası üçün fevralın 26-sında Lazarevə, 29-unda isə İrəvanın müvəqqəti idarəsinə 19 maddədən ibarət xüsusi təlimat göndərdi. Təlimatda deyilirdi ki, ticarətlə məşğul olanlar şəhərlərdə yerləşdiriləcək. Kəndlilərə kifayət qədər münbit torpaq ayrılacaq və onlar 6 il müddətinə vergilərdən azad ediləcəklər. Paskeviçin təlimatında başqa müddəalar da öz əksini tapmışdı. Maraqlı cəhət həm də odur ki, ermənilərin köçürülməsi ideyasının gündəmə gəlməsi Rusiya hökumətinin bir qədər əvvəl İranla sərhəd boyu ərazilərə 80 min kazakın yerləşdirilməsi layihəsinin qüvvədən düşməsinə səbəb oldu. Beləliklə, Azərbaycan-Türkiyə sınırları boyunca forpost olmaq funksiyasının ermənilərə həvalə olunması Rusiyanın strateji məqsədləri üçün məqbul sayıldı. Müqaviləyə görə Rus qoşunları geri çəkilmə prosesinə martın 8-dən Marağadan başladılar. Ermənilərin Qarabağ torpağında yerləşdirilməsi qərarı alındı. Azərbaycan ermənilərinin Rusiya hüdudlarına köçürülməsinin təsviri kitabında yazılır. 1828-ci il martın 9-da sonuncu Rus qoşunları Təbrizi tərk etdilər. Türkmençaya yaxın olan kəndlərdə yaşayan ermənilər Qarabağa doğru hərəkətə başladılar. Ermənilərin köçürülməsini təmin etmək üçün Lazarev Təbrizi öz soydaşı podpolkovnik Knyaz Argutinski Dolgorukinin öhdəsinə buraxdı. Özü isə Marağıya, köçməyə hazır olan yerli ermənilərin yanına tələsdi. İmkansızlara 25 min rubl gümüş pul ayrıldı. Lakin İran hökumətinin Rusiyaya ödəməli olduğu xəracın miqdarı daha böyük idi. 20 milyon gümüş rubl. İrəvan müvəqqəti idarəsinə göndərilən təlimatda bildirilirdi ki, dağlıq yerlərdə yaşamış ermənilər dağlıq yerlərdə, düzənlikdə yaşamış ermənilər isə uyğun ərazilərdə yerləşdirilsinlər. Ermənilərə yer seçilərkən iqlimin sağlamlığı, içməli suyun olması mütləq nəzərə alınsın. Adət-ənənələrinin və təsərrüfat vərdişlərinin qorunub saxlanmasına şərait yaradılsın.
Təlimatın digər maddələri də ermənilərin mənafələrini təmin etmək ruhunda idi. Lazarev isə verilmiş imtiyazlardan ermənilərin xeyrinə maksimum istifadəyə çalışırdı. Paskeviç Sofyan adlı bir qəsəbədə onunla görüşə gələn Lazarevə deyir: "Davam et və başa çatdır." Lazarev belə də edir. İrandan Quzey Azərbaycana gedən yollar ermənilərlə doldu. Xristian həmrəyliyi təbliğatına uyan minlərlə erməni ailəsi satdığını satdı, qalan var-yoxunu götürüb, bağlı-bağatlı evləri, obaları tərk etdi. Xoşbəxt həyata qovuşmaq adı ilə Quzey Azərbaycanın qədəm torpaqlarına, Rus işğalında olan İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərinə üz tutdu. Bununla da Rus imperiyasının tarix boyu həyata keçirdiyi ən iyrənc və məkirli niyyətlərdən biri reallaşmağa başladı. Marağa və Təbrizin ardınca Salmas, Qəzvin, Urmiya, Dilman, Xoy və başqa əyalətlərin erməniləri də Araz çayı sahilinə doğru yol aldılar. Lakin köç əməliyyatı heç də rəvan keçmirdi. Əvvəla köçməyə razı olan ermənilərdən sayca çox olan Nestorian təriqətli ermənilər müxtəlif bəhanələrlə Rusiyaya köçməkdən imtina edirdilər. Köçən ermənilər bunu İranın rəsmi dairələrinin məkirli kələyi kimi qiymətləndirirdilər. Digər tərəfdən Lazarev və onun adamları Türkmənçay müqaviləsini pozaraq erməniləri könüllü deyil, zorakılıqla köçürməyə çalışırdılar. Salmasdakı erməni monastırının yepiskopu İsraili etiraz edərək ermənilərin zorla köçürülməsinə mane olmağa başladı. Arxiyepiskop Nerses General Paskeviçə müraciət edib İsrailinin cəzalandırmaq üçün Eçmiəddinə göndərilməsini xahiş etdi. Köçürülmə əməliyyatının ləngidini görən Lazarev 1828-ci il martın 30-da Urmiyada ermənilərə müraciət etdi. Müraciətin ermənicə mətni İran erməniləri arasında geniş yayıldı. Orada deyilirdi: Xristianlar, alicənab Rus padşahı köçənləri öz dövlətində, İrəvanda, Naxçıvanda və Qarabağda etibarlı sığınaq verir. Rusiyada siz padşahın təbəələri kimi bərabər olduğunuzu görəcək, bütün çəkdiyiniz istirafları unudacaqsınız. Orada siz xristianların məskunlaşdığı yeni vətən əldə edəcək və müqəddəs dinin alçaldılmasını bir daha görməyəcəksiniz. İranın müxtəlif əyalətlərinə səpələnmiş xristianlar özlərinin bir yerdə cəmləşməsini görəcəklər. Tələsin, vaxt qiymətlidir. Tezliklə Rus qoşunları İranı tərk edəcək. O zaman sizin köçməyiniz çətinləşəcək. Kiçik bir itkiyə məruz qalsanız da, az bir vaxtda hər şey əldə edəcəksiniz. Özü də həmişəlik. Artıq martın 9-da Lazarev 4500 ailənin Araz çayının o tərəfinə gətirilməsi barədə Xoy şəhərindən Paskeviçə raport göndərdi. Vəziyyətlə bağlı Vəliəhd Abbas Mirzə də polkovnik Lazarevə məktub göndərmək məcburiyyətində qaldı. Ali cənabınız, əmr edin ki, erməniləri köçməyə heç kim məcbur etməsin, qorxutmasın və yoldan çıxarmasın. Çünki kim getmək istəyirsə gedə bilər, kimin niyyəti yoxdursa, onun qalmaq hüququ var. Bu məktubun yazılmasının səbəblərindən biri də məcburi köçürülmə ilə bağlı 200 erməni ailəsindən alınmış şikayət idi. Digər tərəfdən Abbas Mirzəni Rusiya ilə İranın yeni sərhədləri boyunca ermənilərin kütləvi şəkildə yerləşdirilməsi çox narahat edirdi. Çünki
Rusiya hökumətinin erməni toplumundan forpost yaratmaq niyyəti açıq-aydın görünürdü. Halbuki, mayın 27-sində Paskeviçə göndərdiyi raportda Lazarev 500 ailədən ibarət müsəlman kürdlərinin İrəvan əyalətinə köçmək niyyətində olduqlarını bildirdikdə, Paskeviç bunun yol verilməz olduğunu demişdi. Beləliklə, bir daha məlum olur ki, Rusiya hökumətinə yalnız erməni əhalisi lazım idi. Aprelin 21-də Polkovnik Lazarev Abbas Mirzənin birinci məktubuna cavab göndərdi. Deyilənlərin yalan olduğunu vəliəhdə inandırmağa çalışdı. Abbas Mirzə Lazarevə ikinci dəfə məktub göndərməli oldu. Bu məktub daha əhatəli idi. Qoşunlarınız erməniləri zorla köçürərək ona könüllü donu yeydirdilər. Necə ola bilər ki, minlərlə ailə könüllü şəkildə yüzillər boyu yaşadığı mülklərini, bağlarını, evlərini atsın, bütün var yoxundan da məhrum olsun. Sizin sözlərinizə görə ermənilər köçmək istəyirlər. Lakin istək iki cür olur. Birincisi odur ki, bunu sakinlər özləri xahiş edir. İkincisi isə qorxu və məcburiyyətdən əmələ gəlir. Bildiyimə görə müqavilədə bu istəklərdən birincisi təsvir edilib. Siz isə, hörmətli cənab, ikinci istəyə söykənməyə can atırsınız. Keşişlərin hamısının bu ölkədən köçürülməsi qərarı isə Eçmiədzindəki birinci şəxsdən qaynaqlanır. O, keşişlərə mənsəb və dindən qovulacaqlarını, hətta axirət dünyasında belə cəzalandırılacaqlarını bildirmişdi. Salmasda köçmək istəməyən erməni kəndlərinin hər birindən yasavul və kazaklar vasitəsilə pul tələb edirsiniz. Bundan da aydın bir məcburiyyət təsəvvür etmək mümkündürmü? Köçmək istəməyən kəndlərə o qədər əskər və kazak göndərilir ki, sakinlər evlərini məcburi tərk etməli olurlar. Belə məcburiyyət ədəbsiz işdir. Allaha da xoş deyil. Rusiyada ermənilərin məskunlaşdırılması işində misilsiz xidmətlər göstərmiş və mülki müşavir rütbəsinə qədər yüksələn İvan Lazarevin, yəni Hovannes Lazaryanın qardaşı oğlu Polkovnik Lazaryan, əmisinin yolunu uğurla davam etdirmək istəyində idi. Onun Abbas Mirzənin ikinci məktubuna göndərdiyi cavab da bundan xəbər verirdi. Deyilənlərin böhtan olduğunu bildirir, özünün və tabeliyində olanların vicdanla və qanun çərçivəsində hərəkət etdiklərini söyləyir. Müharibənin də öz qanunlarının olduğunu şəhzadənin nəzərinə çatdırmağı unutmur. Lakin ermənilərin əksər hissəsinin Araz çayını adlamasını yəqin etdikdən sonra Lazarev qalan işləri Argutinski Dalqaruyevə tapşırdı. Özünü türklərlə müharibədə iştirak etmək məqsədi ilə iyunun 18-də Qars qalası ətrafında düşərgə salmış General Paskeviç İravanskinin hüzuruna çatdırdı və gördüyü işlər haqqında qısaca məlumat verdi. Beləliklə 1828-ci il fevralın 26-sında başlanmış köç əməliyyatı iyunun 11-də başa çatdı. 3 ay yarım davam edən bu əməliyyat nəticəsində Quzey Azərbaycanın İrəvan, Naxçıvan və Qarabağ xanlıqların ərazisinə 8249 xristian ailəsi köçürüldü ki, onlardan da cəmi 100-ə qədəri Aysor, qalanları isə erməni ailələri idi. Bu, Qafqaza iri miqyaslı erməni köçünün birinci mərhələsi idi. Köçürülənlər Azərbaycanın ən əlverişli, ən şəfalı gülsələrində, hətta Paskeviçin verdiyi təlimatın əksinə mülk torpaqlarında da yerləşdirildilər. Rus müəlliflərindən birinin yazdığına görə əslində yerli müsəlmanları köçkün saymaq lazımdır. Ona görə ki, müharibə vaxtı Sərdar onları döyüş meydanından köçürmüşdür və son dərəcə ağır vəziyyətdə yaşayırdılar. Ermənilər köçürülən zaman müsəlman ailələrinin əksəriyyəti yaylaqda idilər. Arana qaydanda öz evlərində erməniləri gördülər. ...1828-ci il oktyabrın 1-də Aleksandr Griboyedov General Paskeviçə bir məktub göndərir. Orada deyilir ki, köçürülmə nəticəsində qarışıqlıq və sıxıntı yaranıb. Bu isə yerli əhalinin narazılığının ən yüksək həddə çatmasına səbəb olmuşdur.
14 iyun 1828-ci il. İran üzərində qələbədən ruhlanan General Paskeviç 12 minlik qoşunla Arpa çayı keçib Şərqi Anadoluya hücum etdi və iyunun 23-də Qars qalasını aldı. Bunun ardınca Ahıl-Kələk, Ahıska, Ərdahan, Bəyazit işğal edildi. 1829-cu ilin yazında isə Muş, Oltun, Bayburt düşmən əlinə keçdi. Rus qoşunlarının bu uğurlarının təmin edilməsində erməni silahlı dəstələri, habelə Şərqi Anadoluda yaşayan ermənilər böyük fəallıq göstərdilər. Naxçıvan və İrəvan xanlıqları ərazisində yaradılmış erməni vilayətində 2800 nəfərdən ibarət piyada və süvari dəstələr təşkil edilmişdi. Onlar çox zaman Rus qoşunlarının önündə gedirdilər. Rus-erməni hərbi birliklərinin Şərqi Anadolunu ələ keçirmələri ilk növbədə orada sığınacaq tapmış Azəri türkləri üçün böyük fəlakətlərlə nəticələndi. Keçmişə bir qədər ekskurs etsək görərik ki, Azəri türklərinin ilkin qaçqınlıq tarixi 1801-ci ilə, yəni Şərqi Gürcüstanın Rusiya tərəfindən ilhaq edilməsi vaxtına təsadüf edir. O zaman Rusların himayəsindən boyun qaçıran Borçalı və Qazaq boyları, habelə Qarapapaq tayfasından olan tərəkəmə türkləri köçərək Çıldır, Alpaçayı kəndlərində məskunlaşdılar. Eyni zamanda Şəmşədil və Loru Pəmbək bölgələrinin də təxminən 5-6 min əhalisi yaşadıkları kəndləri tərk edərək İrəvan xanlığı ərazisinə sığındılar. 1804-cü ildə yeni qaçqınlıq dalğası müşahidə olundu. Ruslara qarşı üsyan etmiş Pəmbək bölgəsi türkləri bu dəfə Qars paşalığına pənah aparmalı oldular. Bu proses 1805, 1807-ci və sonraki illərdə də davam etdi. Birinci və ikinci Rusiya-İran müharibələri nəticəsində İrəvan xanlığının ərazisindən qaçqın düşən Azəri türkləri bu dəfə də Şərqi Anadolu paşalıqlarında sığınacaq tapdılar. Hələ 1827-ci il iyulun 27-sində Paskeviç Qraf Nesselroda yazırdı. Qarapapaqlardan 100 ailə Qarsa, güclü Uluxanlı tayfasından 600 ailə Bayazda qaçmışlar. Paskeviç daha 3500-ə yaxın ailənin də Türkiyəyə keçməsi barədə məlumat verir. Rus qoşunlarının Şərqi Anadoluya hücumu zamanı qırğınlara və bir daha köçə məruz qalanların əksəriyyəti yenə də Azəri türkləri oldular. Bu faciəli olaylar rəsmi qaynaqlarda belə təsvir olunur. Ərzurumu ələ keçirən ermənilər önlərini beləcə boş görüb Bayburta qədər getmiş və ətrafdakı qəzaları da dəhşətə salmışdılar. Yerli əhali ya Ruslara boyun əymək, ya da yollara düşüb sağa-sola dağılmaqda idilər. Ərzurum və Ərzincanın ətraf kəndlərində sığınan Qars və Ahıska mühacirləri bu halı görüncə Şərqi Qarahisar tərəfə doğru yönəldilər. Minlərlə insan yollara töküldülər. 1829-cu ilin avqustunda Balkan cəbhəsində savaşan Rus ordusu İstanbula yaxınlaşdı. Sultan II. Mahmud sülh təklif etdi. Nəticədə sentyabrın 2-də Rusiya ilə Türkiyə arasında Ədirnə müqaviləsi imzalandı. Müqavilənin şərtlərinə görə Ahıl-Kələk və Ahıska bölgələri Rusiyanın tərkibinə qatıldı. Əvəzində isə o, işğal etdiyi bütün əraziləri Türkiyəyə qaytardı. Maraqlı və ibrətamiz hadisələr bundan sonra başlandı. Belə ki, Rus ordusunun Qars, Ərdahan, Bəyazid, Ərzurum və digər bölgələrdən geri çəkilməsi Türklərə qarşı bəşər tarixində misli görünməmiş xəyanətdə bulunan erməniləri çıxılmaz vəziyyətə saldı. Vəziyyətdən çıxış yolunu Ədirnə müqaviləsinin 12-ci maddəsində tapdılar. Həmin maddədə ermənilərə 18 ay müddətində daşınan əmlakları ilə Rusiya təbəliyinə keçmə hüququ verilmişdi. Bu, ilk növbədə Rusiya dövlətinin maraqlarına xidmət edirdi. Rus komandanlığı güya türklərin qisasından qorunmaq üçün erməniləri yeni işğal edilmiş ərazilərə, yəni Ahıl-Kələyə və Ahıskaya köçürməyi və bununla da Türkiyə ilə sərhəd boyu ərazilərdə ermənilərin timsalında xristianların say çoxluğunu yaratmağı qərar almışdı. Həmin il oktyabrın 10-da General Paskeviçin Çar 1. Nikolaya göndərdiyi raportda məhz bu niyyətdən xəbər verirdi.
Bayaziddə 2000 erməni əskərlərimizlə birgə vuruşurdu. Ərzurumda xristiyan əhalinin böyük hissəsi bizim dini bayramı qeyd etmişlər. Qarsda ermənilərdən ibarət 800 nəfərlik könüllü batalyon yaradılmışdı. Onların ailələrindən 10.000 nəfərinin başının üstünü real təhlükə almışdır. Bu bədbəxt qurbanlara diqqət yetirin. Rusiyaya göstərdikləri məhəbbətə görə Osmanlıların onlardan qisas almalarına imkan verməyin. Ona görə də cəsarət edib bu ailələri Gürcüstan və Erməni vilayətlərində yerləşdirmək işinin mənə həvalə edilməsini xahiş edirəm. Bu raport həm də Türkiyə ermənilərinin silahlı dəstələr yaradaraq yerli türk və digər müsəlman millətlərə qarşı törətdikləri cinayətlərin dolayısı yolla etirafı idi. Paskeviç köçürmə və məskunlaşdırılma işinə rəhbərlik etmək üçün xüsusi komitə təsis etdi və 12 maddədən ibarət ümumi qaydalar müəyyənləşdirdi. Məsələn, maddələrdən birində deyilirdi ki, bütün köçkünlər 3 zümrəyə ayrılmalıdırlar. Birinci, tacirlər və alverçilər, ikinci, sənətkarlar və istehsalan hər hansı növündənsə baş çıxaranlar, üçüncü, əkinçilər və yaxud kəndlilər. Təlimatda deyilirdi ki, Yelizavetpolda, yəni Gəncədə, digər şəhər və əyalətlərdə boş dövlət evləri var. Ona görə də sənətkarları və tacirləri həmin evlərdə yerləşdirmək məqsədə uyğundur. Məskunlaşdırma əməliyyatında Paskeviçin tərtib etdiyi təlimata ciddi əməl edildi. Həm Azərbaycan torpaqlarına, İrəvan, Naxçıvan, Gəncəbasar və Qarabağ əyalətlərinə, həm də Gürcüstana köçürülən ermənilər bir qayda olaraq yığcam halda dağətəyi bölgələrdə və iri şəhərlərdə yerləşdirildilər. Şərqi Anadoluda pərakəndə halda yaşayan ermənilərin sərhəd boyu ərazilərdə toplum olaraq yerləşdirilməsi Osmanlı hökumətini narahat etməyə bilməzdi. Odur ki, bunun qarşısını almaq məqsədi ilə Rusların Türkiyəyə yürüşü zamanı ermənilərin türkləri etdikləri xəyanəti, törətdikləri vəhşilikləri bağışlamaq barədə qərar verildi. Fevralın 17-sində bölgələrdəki ermənilərə əfnamələr göndərildi. Lakin köçün qarşısını almaq mümkün olmadı. Çünki bu, Rusiya hökumətinin gələcəyi ünvanlanmış hərbi siyasi aksiyası idi. Erməni tarixçiləri köçürülən ermənilərin ümumi sayının 100 minə qədər olduğunu bildirirlər. Köçürülmə əməliyyatında Rus hərbçiləri və erməni din xadimləri müstəsna xidmətlər göstərdilər. Məhz buna görə İran əməliyyatında olduğu kimi, bu əməliyyatın da həyata keçirilməsinin fəal iştirakçıları Rus dövləti tərəfindən yüksək mükafatlara layiq görüldülər. 1911-ci ildə Rus müəllifi Şavrov yazırdı. Biz müstəmləkəçilik fəaliyyətimizə Güney Qafqazda bizlərə yad olan xalqların yerləşdirilməsindən başladıq. 1828-ci ildən 1830-cu ilədək onları Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı dövlət torpaqlarında oturtduq. Həmin yerlərdə erməni əhalisi yox dərəcəsində idi. Onları həmçinin Tiflis quberniyasının Borçalı, Ahıska və Ahıl-Kələk qəzalarında yerləşdirdik. Bunun üçün 200 min desətindən artıq dövlət torpağı ayrılmış, müsəlmanlardan 2 milyon rubldan artıq məbləğdə xüsusi mülkiyyət torpaqları satın alınmışdı. Yelizavetpol quberniyasının dağlıq hissəsi və Göyçə gölünün sahili köçürülən ermənilərlə dolduruldu. Rəsmi köçürülən 124 min erməni ilə bərabər qeyri-rəsmi köçənlər də çox olmuşdur. Ümumiyyətlə köçənlərin sayı 200 min nəfərdən xeyli çoxdur. 1877-78-ci illərdə Rus-Türk müharibələrindən sonra Türkiyə ermənilərinin İrəvan xanlığına, indi isə Ermənistan adlanan əraziyə axını daha da artdı. 1890-cı illərdə Türkiyəni çalxalamış erməni üsyanları nəticəsində isə Qafqaza daha 400 minə yaxın erməni köçüb gəldi. Tarixi mənbələr göstərir ki, 20-ci yüzilliyin əvvəlində Güney Qafqazda yaşayan 1 milyon 300 min ermənidən 1 milyonu Ruslar tərəfindən məskunlaşdırılan əhalidir. Güney Qafqazda o sıradan Quzey Azərbaycan xanlıqlarının ərazilərində yerləşdirilən ermənilər çox keçmədən Rusiyanın hakimiyyət dairələrinin bilavasitə himayədarlığı ilə bütün istiqamətlərdə geniş,
və hərtərəfli mənimsəmə əməliyyatına girişdilər. Ermənilər Azərbaycan türklərinin, habelə Güney Qafqazın digər yerli xalqlarının mədəni irsinə, qədim tarixinə, adət-ənənələrinə, mənəvi və dini dəyərlərinə, etnografiya və toponomikasına sahib çıxmağa, özünüküləşdirməyə çalışdılar. Etiraf edək ki, misli görünməyən bu mənəvi soyğunçuluqda xeyli işlər görə bildilər. Alban kilsəsinə sahib çıxmaq ermənilərin əzəli arzusu idi. Çünki Albaniya xristianlığı ermənilərdən 270 il əvvəl qəbul etmişdi. Bu fakt Mirzə Kolankatlı'nın Alban tarixində də öz əksini tapıb. Alban mədəni və dini irsinin ermənilər tərəfindən ilkin oğurlanması prosesi hələ erkən orta yüzillikləri təsadüf edir. Buna səbəb ölkədə İslam dininin geniş yayılması və dövlət dini statusu alması idi. Ermənilər Azərbaycanda kütləvi şəkildə yerləşdirildikdən sonra bu proses daha da intensivləşdi. Nəhayət 1836-cı ildə ermənilərin fitnə fəsadı sayəsində Alban patriarxlığının müqəddəs sinod tərəfindən bağlandıqdan sonra Alban kilsələrinə sahib çıxmaq həvəsi daha da artdı. Halbuki, Alban kilsələrinin istər memarlıq, istərsə mənəvi cəhətdən ermənilərin Qriqoryan kilsəsinə heç bir bağlılığı yox idi və ola da bilməzdi. Çünki tanrıçılıq məbədlərində olduğu kimi, Alban kilsələrinin böyük əksəriyyəti adəti üzrə 8 güşəli idi və erməni kilsələrinə fərqli axar sulara yaxın yerlərdə inşa edilirdi. Maraqlıdır ki, ermənilər Gürcü kilsələrinə də hədsiz maraq göstərir, onları erməniləşdirmək üçün ən ağlasığmaz vasitələrə belə əl atmaqdan çəkinmirdilər. Gürcü ədəbi İlya Çavçavadze hələ 1902-ci ildə yazırdı ki, ermənilər Qafqaza təşrif buyuran xarici ölkə müsafirləri vasitəsilə Avropa ictimaiyyətində Güney Qafqazın aparıcı xalqları olan Azəri türkləri və Gürcülər barəsində yanlış təsəvvürlər yaratmağa çalışırdılar. Hətta təhqiramiz ifadələrə, şər və böhtanlara geniş meydan verərək, dünya ictimaiyyətində Qafqazın qədim xalqlarına qarşı nifrət və ikrah hissi oyatmaq üçün dəridən qabıqdan çıxırdılar. 1877-ci ildə Fransada çap edilən nüfuzlu Temps qəzetinin Qafqazda olmuş müxbiri vasitəsilə Avropa ictimaiyyətinə belə bir əcaib fikir çatdırılmışdı ki, güya Qafqazın gələcəyi ermənilərə məxsusdur. Onların qonşuları olan Gürcülərə və Tatarlara, yəni Azəri türklərinə isə erməniləşməkdən başqa bir yol qalmır. Gürcülər haqqında ən ağlasığmaz ifadələr işlətməklə onların Avropada son dərəcədə mənfi obrazını formalaşdırmağa çalışırdılar. Bunu da İlya Çavçavadze ürək ağrısı ilə yazırdı. Tarixi saxtalaşdırmaq, Qafqazı özünüküləşdirmək, heç zaman mövcud olmayan Böyük Ermənistanı bir daha bərpa etmək üçün Eçmiədzin kilsəsi və 1001 cildə gələn erməni ideoloqları bu işdə təbii ki, Rusiya imperiyasının hərbi, siyasi, maddi, mənəvi və ideoloji dəstəyinə güvənirdilər. Miladdan əvvəl 9-8-ci yüzilliklərdə çiçəklənmə dövrünü yaşayan qədim Urartu dövlətinə sahib çıxmaq cəhəti də mifik Böyük Ermənistan yaratmaq ideyasına xidmət edirdi. Lakin alınmadı. Erməni ideoloqlarının çox güvəndikləri Avropa alimləri əsl həqiqəti söylədilər. Fransız tədqiqatçısı François Lenormand astroloji yazılar kitabında yazırdı. Faktlara əsaslanaraq onu deməliyəm ki, Urartu dilinin Hay dili ilə heç bir qohumluq əlaqəsi yoxdur.
Frigiyadan gələn haylar oradan şərqdə yerləşən yüksəklikləri tutdular və qədim Urartu xalqının bir hissəsini sıxışdırıb oradan çıxardılar. Digər hissəsini isə assimilyasiya etdilər. Onların adlarını, dinini, dilini, rəvayətlərini özlərinki ilə əvəzlədilər. Deyilənlərə məşhur İngilis şərqşünası Henry Rawlinsonun da həmfikir olduğunu söyləyən Lenormand daha sonra yazır. Ermənistan qətiyyən etnoqrafik deyil, coğrafi termindir. Bu ad ilk dəfə Əhəmənilər dövründə, yəni miladdan əvvəl 7-ci yüzilliyin sonunda anılıb. O zamanlar hələ erməniləri, yəni haykanları yada salan da yox idi. O yerlər Urartu ölkəsi, qövmü isə Urartulular adlanırdı. Haykanlar, yəni ermənilər isə Urartuya miladdan əvvəl 6-cı yüzillikdə gəliblər. Urartu xalqı haqqında məlumat verən mixi yazılar isə daha qədim dövrə, 9-cu yüzilliyə aiddir. Rus və Sovet tarixçiliyində erməni xalqının dövlətinin qədim köklərə bağlılığını təkrar sübut etməyə çalışılırdı. Məsələn, 1987-ci ildə Rus dilində çap edilmiş Sovet Ensiklopedik Lüğət kitabında qədim Ani şəhəri haqqında elə beləcə də yazılmışdı. Ani, 5-ci, 16-cı əsrlərdə qədim erməni şəhəri, Kiçik Ermənistanın iqtisadi, siyasi və mədəni mərkəzi. Halbuki tarix başqa cür söylüyor. Belə ki, şəhərdə ilk məskunlaşma miladdan öncə 5000-3000-ci illərə təsadüf edir. 3000-2000-ci illərdə əski Tunc dövrü yaşamış şəhər, 2000-ci illərdə Dəmir dövründə Mitanni dövlətini yaratmış Hurri qəbilələrinə məxsus idi. Nəhayət, miladdan öncə 900-700-cü illərdə Ani Urartu dövlətinin tərkibində olmuşdur. Bunun da ermənilərə heç bir aidiyyəti yoxdur. Daha sonra Kimmerlərin, Saka türklərinin əlində idi. 350-300-cü illərdə Ani şəhərini əski Oğuz boylarından Arşaklıların, Kimer Sakanlı soyundan Karampar tərəfindən yenidən qurulmuşdur. Miladdan sonra şəhər və çevrəsi Sasanilərin və Ərəblərin hakimiyyəti altında olmuşdur. 10-cu, 11-ci əsrlərdə Ani krallıq mərkəzi idi. 1045-ci ildə Bizanslıların tabiçiliyinə keçən şəhər 1064-cü ildə Səlcuq Sultanı Alp Arslan tərəfindən alınmışdır. Anadoluda ilk türk camisi də həmin dövrdə 1071-ci ildə məhz burada inşa edilmişdir. Hani sonralar zaman-zaman Xarəzmşahların, Moğolların, İlhanilərin, Qaraqoyunlu və Ağqoyunlar dövlətlərinin, Əfşar türklərinin əlində olmuşdur. Şəhər nəhayət 1534-cü ildə Osmanlı İmperatorluğunun torpaqlarına qatıldı. Doğrudur, 1878-ci ildə Ruslar tərəfindən istila edilsə də, sonra 1921-ci ildə Qurtuluş Savaşı nəticəsində yenidən geri alındı. Eçməzin kilsəsinin bu və digər şəkildə dəstəyi ilə erməni ideoloqlarının və siyasi fırıldaqçılarının əsilliyyəti faş edilməlidir. Çünki içbir, dişbir yaşadıkları xalqların mədəni, mənəvi irisini mənimsəmək yolunu tutmuş ermənilər nəinki Urartuya, hətta bütünlüklə Güney və Quzey Qafqaza və daha neçə bölgəyə iddialı olduqlarını bildirəcək, dənizdən dənizə böyük Ermənistan xülyası ilə havalanacaqlar. Hələlik isə ermənilər Çar hakimiyyətinin lütfükarlığı sayəsində Güney Qafqazın maliyyə mənbələrini ələ keçirir, iqtisadi resurslara yiyələnir, Azərbaycan bəylərinin və Gürcü knyazlarının müfkirləşdirilməsi fonunda zənginləşir, eyni zamanda da yüksək siyasi dairələrə soxulur, əlverişli şəraitin yetişməsini gözləyirdilər.